Növbəti ekstrəndə təcili keysəriyyəmizdir. Əslində 35-36 həftədə mən öz hamilələrimi götürmürəm, ümumiyyətlə götürməyi sevmirəm. Niyə? Çünki tam uşaq yetişsin. Amma hansı hallarda ki, təcili tələb edirsə, təbii ki, biz onu götürməliyik. Təcili keysəriyyənin səbəbləri, bizə aid olan səbəbləri kəskin su azlığı. Xanımda təcili getdikdə maye azlığı var. 2 gün bundan qabaq 8 idi, 6-ya düşüb. Uşaqda çəkidə geriləmə var. Ən əsas səbəblərdən biri cifti bərbad bir gündədir. Ciftin vaxtından tez qocalması deyilik də, yetişməsi 4-cü dərəcədir. Cift də elə olanda qidalandıra bilmir uşağı və uşaq getdikcə gerilir. 3 gün bundan qabaq uşağın çəkisini 2 kilo 600 verirsə, bu 2 kilo 400 verir. Bu bizim siqnaldır ki, uşaq ana bətnində nə vaxta qədər qalır, nə vaxta ki qidalanır, böyüyür. Amma o uşaq gerilirsə, onu günləri sayıb ana bətnində saxlamağın mənası yoxdur. Hamilə mənim hamiləm deyil, bugün ilkin müraciətdir və təcili qərar verdik. İndi keysəriyyə alırıq. Ağciyərlərin açılması üçün iynələri də vurulubdur. İnşallah sağ-salamatçılıq olsun.